Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Əgər videonun part 1-ni izləmisinizsə, hal-hazırda part 2-deyik və gedirik bugün 50-ci qalasından Əsəbi Kəfə. Getməyi çox istədiyim iki yerdən biridir, ona görə həyecanlıyam. İndi hazırlaşmışıq, paltarlarımızı ütülüyüb, geyinib çıxacaq. Anam görsəydi ki, mən paltar ütülüyürəm, şok olardı. Yəqin ki, belə tək yaşamaq, tək harasa getmək yaxşıdır ki, ən azından iş görməyi öyrənirik. Rəngləri uyğunlaşdırmağa çalışdım belə. Oranın renkləri ilə ki, maraqlı görünsün. Bir də bir sürü yuxarı çıxacaq deyə kepka götürdüm ki, çox günəş vurmasın. Və burnuma xoşbəxt olur. Belə. Maşın da gəlsin, çıxırıq. Bura gələnək bu tərəflərə gəlməmiş. Cəmatın həyat. Əzinanla kömək olun. İncişərimiz. Aysan görünmək işim. Bir bakmadım size. Yox. Baktı da. Gəldi Əsəbi Kəfəm. Kuşların səsinə baxın, görün nə gözəldir. Çox qəşəng. Su qoyuruq. Daşlardan tapa bizi daş. Balaca daş olmalıdır. Tanı bunu hep doldurub tanı. Daş qoyduq ki, dualarımız qəbul olsun. Məncə səhv elədik orada. Orada bir sən nə deyir? O yuxarı Necə də olmalı deyildi. biraz yumru daş götürsən, o aslında orada yapışmalıdır. Yapışmadısa deməli diləyin qəbul. Neyse, başqa tuşlara basarız. Sizə mükəmməl bir şey göstərəcəm. Çeşmeyi. Bir dənə keçim, yoxsa bir dəfə bəsdir? Bir ya da üstə. Ha, bir dəfə keçdim. Garantiya almaq üçün. Səni bir ikinci gətirim. Kim seçsin qata bilərik, yoxsa? Aysu ilə düzdük yedəcəm daşı üstü. Ümid edirəm ki, reallaşarıq. Damcı deyə bir yer var, indi ora çıxırıq. Bayaqdan desən, mikrofondaymış. Yoruldum. Bura damcı. Damcı nəyi? Mağarası yəqin. Əyləşdirdiyimiz yerdə çox nadirən su gəlir və gəlsə, niyyətlərimiz reallaşır. Niyyətlərimiz reallaşmaq üçün bütün rituallar eləmiş. Bütün tuşlara bax. Gəldik yenə daş qaşanmağa. Mən şal istəyirdim, amma yoxdur burada. Götürdük çayı. Özümə bir dənə belə şal almışım. Rəngi də çox qəşəng materialdır. Əsəbi Kəfdən çıxdıq, gedirik indi 50-ci qalasına. Marketə düşdük, içməyə bir şeylər alaq. Çünki ora çox istidir. Günəş yayın adamın təpəsindən vurur. Və burada Araz marketə gəlmişik. Görəndə marketə şok oldum.
Nəsə, Bizə gəldik bura çatdıq. Bu arada bu görünən Haça dağdır, qayadır, nəsə ondandır. Və indi dostlar, yuxarını görürsüz. Biz o təpəyə qalxmalıyıq. İnşallah ki, qalxa bilərik. Sadəcə kameramın şarjı azdır və kamera ilə ora çıxanda çətin olacağına görə böyük ehtimal çox çəkə bilməyəcəm. Çalışacağam bir dənə ora çatanda oradan mənzərəni çəkim sizə. Və layləliklər var burada maraqlı. Belə. Yolun hələ heç yarısında belə deyirik, yorulduq qaldı. Baxın layləlikləri. Oğlan Gözlə bir dəqiqə. Ne var, bir sürü yol. Heç yox da manzarası güzel. Bir tərəfdən qəşəng sərin gəlir, bir tərəfdən də gün öldürür adamı və hələ heç yarlamışıq, məncə yox. Yarladıq məncə. Bayağı bir yol qət eləmişik, amma hələ də aşağılardayıq. Dağ qalır yuxarıda. Görürsən burada gecə işıq falan olur. Olur. Şimdi bir xeyli yuxarı çıxmışıq. Hətta düşünürdük ki, bura qədər çıxa bilməyəcəyik. Yolun bir yerində dedik, kərtənkələlər ayağımızın altından qaçır. Çıxmayaq, amma dedik, biz daha çıxıq. Minicik hayvanlar bizə nə yapabilir? Ona görə indi çıxmışıq. Məncə çox yuxarıya daha az qalır. Biraz soluklandıq, gedirik sularımızı da. Buradan bir yerdən su doldurmuşuq. Bilmirəm indi içməliydi yoxsa yox. Bəs sizə necə dadır? Mamma kimi. İçə bilərik. Mənzərələr göstərim. Biz bir yerdə stop eləməliydik, amma çıxdıqca çıxmağımız gəlir. Əlincənin lap təpəsindən salamlar. Bir sürü yerlərə Və hələ çıxmışıq. də çıxırıq. Evet. Çox qəşəngdir, nə bilim. Yəni bu mənzərəyə dəyərdi. Təngi nəfəs qalmışıq. Necə düşəcəyik bilmirəm, amma dəyərdi. Zərə deyim. Mütləq gəlsəz bura qədər çıxın. Yəni yarıda saxlamayın, çünki gözəllik buradır. İndi biz bəyə oturduğumuz yerdəyik, amma bilmirəm neçəsə metr yuxarıya çıxıb düşmüş vəziyyətdə. Çıxanda kərtənkələlərdən qorxan biz, düşəndə az qala qucağımıza alıb onları belə aşk yaşayaraq. Ömrümüzdə belə deyil. Və çox qəşəng. Aldığımız ən doğru qərar ən təpəyə qədər çıxmaq idi. Məncə qoyacağam onları vloqa, bilmirəm bura çəkdim yoxsa yox. Çalışdım ki, anı yaşayıb hər şeyi çəkməyim, amma mükəmməl idi. Gəlmişik indi də Tuzlağa. Bir gəlməyimiz bura qalmışdı. Ay dur, kameranı açmamışam öz-özümə. Çox bütün bir qoxu var. Duz qoxusu, amma fərqli bir duz qoxusu. Aysur ki, Naxçıvan duzu istifadə edirik ki, biz qırıq qoxusunu, amma o mənə çox düz gəlmiş. Burada mənim yaxşı qoxalım var daha hal-hazırda, amma bu qoxunu hiss edirəm. Bir də bura otel kimidir, insanlar gəlir burada, qalır günlərlə, müalicə alır, gedirlər də, yəni daha çox məqsədlə istifadə olunur. Bildiyiniz, yəni içərisində hər şey yerləşdiriblər, skameykalar belə var. Xəstəxana tiplidir. Daha çox asma xəstələri falan gəlir, həmişə. Nəfəs darlığından bağlı gəlir. Əslində mənə də yaxşı gəldi, burnum açdı. Görün necə parıltılı duzdur bunların hamısı. Biz su yatasınız. Yatacağıq, yatasızıq, yatacağıq. Burada belə kitab oxumaq üçün də yer var. Təsəvvür edin ki, dağın altında belə bir şərait yaradıblar. Və nə istəsəz var da, yəni İçəri palatada xəstələr var, sırasına gəlib yatırlarmış. Axşamlar böyüklər yatır, 8-dən 8-ə, gün ortalarda uşaqlar üçün asma bronxit xəstələridir. Günün ödənişini dedim, unutdum. Yəni amma 30-40 manat hərci varıdır, bir gün üçün ödəniş. Və bir həftə, 2 həftə maksimum qalmaq olar. Bilmirəm, yəni yəqin ki, faydası olur ki, gəlib qalırlar, amma odamın ürəyi sıxılır. Klostrofobiyam tepkiləndi. Salam dostlar, necəsiz? Nəhayət bugün o minarəyə gedirik. Ən yaxınımızda yerləşən oda, amma ən gedə bilmədiyimiz də oydu. Deyirdik ki, rahat belə yaxın gedə biləcəyik, amma bir türlü alınmırdı. Bugün hava yaxşıdır. Həm də ki, dünəndən sonra biraz istirahət elədik ki, axşam tərəfi ilə çıxaq gedək minarəyə. Dünən o qədər yorulmuşduq ki, yəni gəlib sadəcə yemək yeyib dincəlmişik. Bir də biraz mən videolardan editlədim ki, bugünə paylaşa bileyim. Part 1 üçün ki, bugün videonu çəkdiyim gün paylaşdım. Belə gedək oradan da çəkərəm. Orada
tarixi maraqlı bir yerdir. Detallarını çəkib paylaşacağım sizlə. Bu arada şəkillər, reelslərin çoxunu paylaşmışam. Instagramda girib baxa bilərsiniz ki, getdiyimiz yerlərin daha belə estetik açılarını orada bölüşmüşəm. Bura nələr çəkmişəm hələ izləməmişəm dünəndən. Çünki çox idi. Elə ilk 3-4 gün editləməklə məşğul idim. Baxıb deyəcəm sizə. Ay can. Niyə? Ayşə xanım, dünəndən bağlı təəssüratlarınızı bölüşün bizlə. Dünən möhtəşəm idi. Təəssüf ki, siz o möhtəşəm hissələrin hamısını görə bilməyəcəksiniz. Əlində dırmaşdıq. Sözün mənasında dırmaşdıq. 2000 metr yüksəklikdədir. Camaat yarıdan gəlib qaydırdı. Amma biz getdik hamımız. Biz oradan getmədik ya. Yazar bilmir. Niyə? Çünki bir-birimizə dedik ki, o dedi ki, çıxaq, mən dedim çıxaq. Biri çıxmaq istəməyəndə digərləri onları razı saldığına görə çıxa bildik. Yoxsa biz də Mən yarı yolda isə çıxmayacaqdım. Sonra bunların qazına gəldim. Dedim, vəbşə mən də gəlirəm. mən buzuldım. Getdim, sonra bunlardan qabaq çatdım o möhtəşəm mənzərəyə. Çıxmayacağam deyəndən qorxdum. Videonu qoyardım dostum. Qoyanmıram. Sonra mən öldü. O mənzərəni görəndə ki, bir reaksiyamız var idi. Hə, yəni çox görməmiş də davrandıq 100% ki. Bilmirəm, belə yerdə böyümüş biri üçün adi bir şeydir, amma biz ilk dəfə dağ görürmüşdük. Oradakilərin də hamısı çıxmayıb ora. Yəni bax, Çox hündürdür. 27 illik bir Naxçıvanlı olaraq ilk dəfə çıxmışam ora. Əslində yarıya kimi çıxmışam bir dəfə. Amma onda İva idi və çox idi. Və çıxa bilmədik. Yaxşıdaysan. Nəsə dostlar, yəni ki, bəyənmişik. İndi gedirik next place. Uzun uğraşlardan sonra nəhayət gəldik, çatdıq. Qarabağlar türbəsi. 2 addım deyildi. Bayağı bir yol idi. Mən dəqiq nəfəs olmuşam bu dəqiq. Elə olubsa demək ki, çox yol idi. Dayanmadan yerdə. 12-ci, 14-cü əsrlərə aid imiş. Thank you. Orada içəridə çəkilişə icazə vermədilər, çünki içərisində köhnə dönəmlərdən qalmış bəzi qablar, saxsılar var və işıq düşəndə zərər ala bilir, həm də turistik məqsədə çəkilişə icazə yoxdur. Amma buranın içərisi onsuz da boşluq elə bir şey yoxdur, həm də çəkmək olur. Və pəncərələrdən maraqlı işıqlar düşür, yəni içisi boşdur. Aşağıda da belə bir yer var, burada çox qaranlıqdır. Ayşə, bura nə dedi? Nə olub? Sərdabı. Sərdabı. Əvvəl burada məzar olub, sonra götürüblər. İndi sadəcə xatirə. Və restorasiya olunub. Restorasiya olunmamışdan əvvəl daha alçaq imiş yuxarısı. Yəni yuxarısı dəyişib də belə baxanda. Belə maraqlı idi içərisi də. Əslində o tərəf daha maraqlı idi. Çəkə bilsəm göstərərdim sizə. Yəni 3-cü, 4-cü əsrdən qalmış bəzi qablar var idi ki, mənzərəsi də qəşəngdir buranın. Yenə Naxçıvana gəlsəz baş çəkməli olduğunuz yerlərdən biridir. Marketə də dəydi, indi gedirik evə. Burada ən sevdiyim şey odur ki, nə qədər şey alırıqsa, yenə çox pul tutmur. Nə qədər şey alarsan 17 manat. Elə bir ki, Bir dəfə marketə girmişik, içində də 17 manat vermiş. qəribə bir şəkildə eyni rəqəm çıxır. Şeylər almışıq. Hə, yaxşıdır da. Restoranlar belə məncə baha deyil. Düzdür, çox restorana getməmişik, amma o qədər baha deyil qiymət. Videonun part 1-ni izləmisinizsə bu siyahını bilirsiniz. Mən bura gedəcəyimiz yerləri yazmışdım, daha doğrusu getmək istədiyim yerlərdə. Demək olar ki, yarısına getmişik, yarısı qalıb. Sabah da bəzilərinə gedəcəyik. Bəzisinə var ki, getməyəcəyik. Çünki çox ayrı istiqamətlərdədir. O qədər yolu gedib gəlməyə dəyməyəcəyini düşündük. İki növbəti səfər artıq onlardan birinə gedərəm. Yəni belə əsas məqsəd siyahını tamamlamaq idi. O da olur. Dostlar, bugün gedirik Ordubada. Ordubaddan da qayıdacağıq. Şəhərə, şəhərdə getmədiyimiz yerlər qalıb. Ora gedəcəyik, yemək yeyib yenidən qayıdacağıq. Ordubadda bir neçə kənd var ki, xüsusən görmək istədiyim, onlara ziyarət edəcəyik. Bəzi yeməklər var, onları yoxlamaq istəyirəm. Yəni belə, sabah burada axırıncı günümüzdür, 29-u səhər qayıdacaq Bakıya, yəni heç bir şey də bilməyəcəyik. Ona görə sabah da evdə qalıb əşyalarımızı toplamaq, bağda vaxt keçirmək, ümumiyyətlə biraz dinlənib Bakıya daha gümrah qayıtmaq istəyirik. Ümid edirəm ki,
Hər şey planladığımız kimi olar. Videonun bir neçə hissəsini bu arada dünənə qədər olan hissəni artıq editləmişəm. Bakıya qayıdan kimi paylaşa biləcəm bu qədər düşünürəm ki, çox gözlənilməsi part 2-nin. Hətta biraz uzun olsa part 3 eləmək olur, amma çox uzun eləmək istəmirəm. Görək necə olur. Gəldik, çıxdıq orada da. Hayır, yerində su at. Gəldik, burada Dübəndi kafe var, burada əyləşirik. Bilmirəm səsim gəlir yoxsa yox, çünki burada, bilmirəm bu təbii. Bəstə xanım, niyə şikayət edirsiniz? Pəraşikləri böyükdür. Ölçün. Ne yapıyorsun Zayfan? Make-up'ını düzəldirəm. Niyə? Deməli, Dübəndinin peraşkiləri məşhuruymuş və ölçüsü də normal peraşki kimi deyil. İndi bilmirəm dadında bir fərqlilik var yoxsa yox. Amma maraqlı görünür və yanında içməyə bizə akroşka gətiriblər. Çox bir şeylər götürmədik ki, hər yerin özünün o spesifik dadlarını yoxlayaq. Bundan doyacaqmayaq, onu da bilmirəm. Peraşkilərin elə qeyri-adi bir dadı yox idi. Yəni normal peraşki, hətta evdə edilmiş peraşki daha az dadlıydı. Amma hə, ketçup soslar var idi, o dadlıydı. İndi isə digər bir məşhur burada dondurmaları deyirlər, çox ləzzətli olur. Onu yoxlayacaq. Necədir dadı? Ayısı yoxlayıb. O bəyəndisi demək geçək. Buradan çıxdıq, indi gedirik soruşaq görək görünməli başqa Ordubadda haralar var. Sonra da üzü şəhərə tərəf gedəcək. Külək də maşallah Bakıdan beri peşimizi bırakmıyor. Gəldik indi Naxçıvan qalaya. Burada 7-ci əsrə aid. Bəyənmədik buranı. Neyse başına fırandıq qalan heç nə yoxdur. Girişini də tapamadık. İçəridə nə var nə yox. Girişi yoxdur, üstdən tullanılır. Qəribə bir yerdir. Və normalda bəlkə adam çox olsa maraqlı gələrdi ki, vav nəsə var. Heç kim yoxdur deyə. Heç kimin uğramağı istəmədiyi bir yerə gəlmiş kimi hiss edirəm özümü. Oradan yuxarı çıxmaq istəyirik ona görə. Heç yoxdan mənzərəsi gözəl imiş dostlar. Məscid mənzərəli. Mənzərə yoxdur ya. De Araz. Mesela buradan maraqlı restoranlar gördük, indi gedəcəyik ora. En azından restoran tapmağımıza kömək elədim. Belə də çox da sevmədim yəni. Bəlkə axşam maraqlıdır az çox, amma indi heç çəkilmir. Gəldik yine yemək yeməyə. Bizim tam aktivite yemək yedik ya da yemək yedik. Yemək seçimini çox yanlış insanlara bırakmışıq. Məsəl mənzərəni seçim. Bu arada qalı. Yemək istəyirdiniz. Kebablarımız gəldi, amma hamısını yemədik, fazlaydı. Güneş tutun. Gelmişiz saat meydanına. Saat burada. Gelin yukarı restorana. Arada geçen mahlar da geldi. Arada bıraksın fazla şey olur. Saat meydanında Rəqsanənin konserti var idi deyə çoxlu adam var idi və belə sıxıcı idi. Ona görə çox qalmadıq. Gəldik Əyləncə adasına. Burada mən bu nə deyirlər, burada da şeytan çarxı gedir. Buna bilmək istəyirəm. Bir də indi gedirik Madoya. Biraz bir şeylər içəcək. Gəldik Madoya oturuq. Oruklu, buzlu bir şeylər sifariş verdik. Madodan çıxdıq. İçkiləri o qədər çox bəyənmədik. Ya da ki, yeməyin üstünə bilmirəm. Bizdə bu dəqiqə hər şey ürək bulandırıcı gəlir. O qədər də kötü deyildi. Həqiqətən pis idi. Bəs heç bəyənmədi. Yəni heç yarıya qədər belə içmədi. Biz içdik amma nə bilim tam olaraq ağız tadımıza uyğun deyil. Ümumiyyətlə burada hər şeylə uyğunlaşa bilmirik. Bir də bizə uyğun olan, həmişə getdiyimiz yerlərin çoxu yoxdur da. Bura özəl yerlər var. Bura özəl coffee shoplar, restoranlar və orada da istədiyimiz şeyləri tapa bilirik. Nəsə indi gəlmişik, gəzək, sonra da
buradakı əyləncə attraksiyonları yoxlayacağam. Nəhayət gün batmadan şeytan çarxına minə bilirik. Ümid edirəm ki, şəkil çəkə bilərik. Salam dostlar, bugün Naxçıvanda son günümüzdür. İnşallah ki sabah səhər gedirik, qaydırıq Bakıya. Ona görə Naxçıvanla bağlı ümumi təəssüratlarımı elə burada çəkib videonu da bitirmək istəyirəm. Həm getdiyimiz yerlər barədə danışacağam, həm bəyəndiyim, həm də bəyənmədiyim tərəflər ki, gəlmək istəyənlər üçün ümumi bir fikir yaransın. İlk getdiyimiz yerdən başlayaraq son getdiyimiz yerə qədər ümumi fikirlərimi bölüşəcəm sizinlə. Demək, ilk getdiyimiz yer Hüseyn Cavidin ev muzeyi və məqbərəsi idi. Mən Bakıdakı ev muzeyinə də getmişdim və çox bəyənmişdim. Hətta kitabını oxuyub getdiyim üçün çox təsir eləmişdi mənə və həmin dönəmdə istəmişdim ki, gəlim Naxçıvanda görüm. Gəldim, gördüm və çox bəyəndim. Əgər ki Naxçıvana yolunuz düşsə, mütləq orada baş çəkin. Əslində həmin gün planımız Möminə xatun türbəsini ziyarət etməkdir. Sadəcə biz gedən vaxtı restorasiya olunurdu. Böyük ehtimal bir xeyli vaxt çəkəcək. Yəni əgər ora gəlmək planınızda varsa, gözləyin ki, restorasiya bitsin, ondan sonra gəlib görün. Yəni mən bu dəfə görə bilmədim. İnşallah ki, növbəti səfərlərdə görə biləcəm. Hüseyn Caviddə ziyarətdən sonra oradakı restoranlarda biraz vaxt keçirdim. Sabahsı günü yenə evdə idik. Heç yerə çıxmadıq çünki hava yağışlı idi. Burada qəribə bir şəkildə bir gün yağış yağır, bir gün günəş çıxır. Ona görə bir gün çıxıb gəzmişik, bir gün də evdə keçirmişik. Amma növbəti gündən çox maraqlı yerlərə getdik yerə. Növbəti səfərimiz oldu Əsabi Kəfə. Mənim yenə getməyi çox istədiyim yerlərdən biri idi. Çünki belə spiritual yerlərə çox inanıram və bir növ belə ritüelların olduğu yerlərə. Əsabi Kəfə elə yerlərdən biri idi ki, hətta içəri girdiyiniz andan o quşların səsi zaten sizə niyə oranın o qədər önəmli olduğunu hiss etdirir. Cənnət kimi bir yer idi. Yəni həqiqətən çox bəyəndim. Oradakı inanılan bütün o inancların hər birini də etdim. Deməli orada yəni ki videoya qoymuş olacağam. Damcı var, 7 daş üst-üstə qoymaq var, daşın arasından keçirsiniz, sonra nəzir verirsiniz. Yəni belə maraqlı ənənələr var və orayla bağlı tarixi hekayələr də var. Əgər maraqlı gəlsə, gəlməmişdən öncə oxuyub gələ bilərsiniz. Mənim çox bəyəndiyim bir yer oldu. Yəni növbəti səfərə orada belə bir şey var ki, nəzir verirsiniz. Əgər olsa dediyiniz növbəti dəfə gəlib daha çox nəzir verə bilirsiniz və mən o inancla ki, hiss elədim ki, bura bir daha qayıdacam da oradan çıxanda ki, zaten bir daha da getmək istəyərəm. Dəyər ora getməyə. Ondan sonra getdiyimiz yer Əlincə qalası idi. Yəqin ki, qızlar da məndən razılaşar ki, bizim səfərin ən çox bəyəndiyimiz tərəfi və ən zövq aldığımız hissəsi Əlincə qalasına çıxmaq idi. 2000 metr yüksəklikdədir. Çıxması çox çətindir və biraz da təhlükəlidir. Çünki ilanlar, kərtənkələlər, yəni belə heyvanlarla iç-içə olursunuz. Həmçinin yuxarı belə pilləkənlər çıxırsınız. Heç adam da olmur tək. Yəni əgər biraz şanslısınızsa kimlərsə olur sizdən eyni vaxtda. Yoxsa yəni elə bir çox insan olmur. Biraz ona görə tərəddüd elədik yolun yarısındakı bəlkə qayıdaq geri. Çünki baxdıq ki, mən Bakıda kərtənkələ görmüşdüm. Hətta uşaqlıqdan, amma balaca idi. Burada böyük kərtənkələlər, qızlar da dedi ki, bu qalamundur da, bu çox belə qorxulu görünürdü. Amma sonra dedik ki, yəni çıxmışıq bura qədər, gedək görək. Elə deyə o yuxarılara çıxdıq. Yəni həqiqətən dəyərdi ora çıxmağa ki, mən Instagramda bir dənə reels paylaşmışam. O reels də çox izləndi bu arada. Sevindim ki, ən azından ölkəmizin belə gözəlliklərini insanlarla tanış etmiş oldum. Həqiqətən çox gözəl idi. Yəni o mənzərəyə görə o qədər yüksəkliyə çıxmağa dəyərdi. Ki baxanda bir hər tərəfindən dağlar görünür. Çox bir sıldırım qayalar. Anlatılmaz yaşanır dedikləri bir şey olsa, yəni o Əlincə qalası olardı və bir tarixi canlı görmək çox gözəldir. Yəni bir dönəm sonra bəlkə də o nələrsə baş verəcək, yoxa çıxacaq, neçə yüz il sonra insanlar onu görməyəcək. Ona görə zamanla gedib görmək, təbliğ eləmək, paylaşmaq, ən azından hal-hazırda əlimizdə olanları dəyərləndirmək lazımdır. Ona görə Əlincə qalasını da sevdim. Yəni hətta bir daha çıxaram, çıxaram. Oranın ağrısı, yorğunluğu hələ də üstümdədir. Harda 2 gün dəyəsən əvvəl getmişdik ora. Mənə də çox yordu bizi. Amma yəni hələ də yenidən çıxmaq istəyəcək qədər çox sevmişdim oranı. Əlincə qalasından sonra da Duzdağa getdik. Duzdağla bağlı vloqun içərisində də biraz danışmışam ki, yəni belə daha çox xəstəxana tiplidir, insanlar müalicə almaq üçün gedirlər.
İçəri girəndə çox ağır bir qoxu, yəni o duzun qoxusu, Naxçıvan duzu istifadə edirsinizsə evdə, o qoxu bəlkə sizə tanış olar, amma mənim üçün çox belə ağır qoxu idi. Amma yaxşı gəldi, çünki nəfəs almamda hal-hazırda problem var idi deyə mən sevdim qoxusunu, amma qızların başını ağrıtmışdı. Yəni bir müddət gərək qalasınız ki, orada onun qoxusuna alışasınız da, yoxsa biraz çətin baş ağrıdacaq qoxusu, yoğun bir qoxudur. Və içərisi çox maraqlı idi. Mən dağın içərisində elə bir şərait gözləmirdim. İçərisində kitabxana, bufetlər, yataqxanalar, yəni hər cür şərait var. Düşünün ki, dağın içərisinə girirsiniz və nə istəyirsiniz tapa bilirsiniz dağın içərisində. Növbəti gün elə Qarabağlarda olan Qarabağlar türbəsinə getdik. Orada çox maraqlı idi və çoxunda bələdçilər var idi, sizə informasiya verirlər. Qarabağlar türbəsindəki bələdçini çox sevdim. Orada sərgiyə bağışladıkları bəzi əşyalar var, qədim əşyalar. Onların hər biri ilə bağlı məlumat verdi. Ən maraqlısı o idi ki, içində çoxlu təndirlər var, buzlaqlar var və həmin onları qoruyub saxlamışdılar da. Baya bir üstündən neçə yüz il keçib elə bir qədimlik qoruyub saxlamaq həqiqətən məni çox təəccübləndirdi və maraqlı gəldi ki, həmin dövrlərdə belə insanlar istifadə edirmiş təndirləri. Mən düşünürdüm ki, təndir o qədər köhnə ola bilməz də, amma bir xeyli vaxt var imiş təndirin istifadəsində. Ona görə oradan da çox zövq aldım. Hətta oradan şəkilləri paylaşmışam Instagramda, girib baxa bilərsiniz. Çəkdiyim bəzi tarixi əşyaları paylaşmadım. Onları video çəkməyə icazə yox idi deyə ancaq şəkillərini çəkmişəm və şəkillərini də paylaşmamışam. Storyaya qoyaram, onlara da baxarsınız. Orada çəkiliş icazə yox idi. Çünki əşyaların hər birini xüsusi maddə ilə qoruyub saxlayırlar. İşıq düşməməlidir. Bilin belə qəribə qayda qanunlar var idi. Ona görə mütləq ki, gəlsəz Naxçıvana, siyahınızda Qarabağlarda olsun. Ondan sonra növbəti gün getdik Ordubada. Ordubada elə çox gəzib görməli yerlər mən gedə bilmədim. Rayonlarında bəlkə var, amma biz çox uzaq məsafə getmədik. Sadəcə belə restoranlarına. Orada da bəzi lokal təamları yoxladım, amma maraqlı havası var idi. Sadəcə gedib görmək üçün getdik. Ona görə Ordubadla bağlı da bir çox şey deyəməyəcəm. Ordubaddan sonra qayıtdıq desən Naxçıvana. Naxçıvanda deməli Naxçıvan qala var. Şəhərin özündədir. Həmçinin yanında Heydər məscidindən Nuh peyğəmbərin türbəsi də var. Naxçıvan qalanı çox sevə bilmədim. Yəni düz bizim içəri şəhər oradan çox-çox qəşəngdir. Sadəcə qala divarlarıdır. Belə plakata oxşuyur, bilmirəm rəngindən idi, nə idi. Bir də çox isti də getmişdik deyə. Elə də sevmədim Naxçıvan qalanı, amma yanında Nuh peyğəmbərin türbəsi var, onu da ziyarət edə bilərsiniz. Əsas məsələ oradan tapıntımız restoran oldu ki, Nuh peyğəmbərlə bağlı olaraq Nuh yurdu deyə bir restoran var. Gəmiyə oxşuyur, içərisində belə göl yaradıblar. Oranı çox sevdim. Yəni yeməkləri də dadlı idi. Yəni getsəz həmin restorana da gedə bilərsiniz. Oradan sonra getdik Naxçıvanda saat meydanı var. Bizim saat Bakıdakı saat meydanı kimi deyil, amma orada maraqlı idi. Yəni bəzi coffee shoplar var idi. Bir də biz gedən gün Rəqsanənin konserti var idi deyə çox adam var idi. Elə çox gəzə bilmədik. Oradan getdik Əyləncə adasına. Ora çox maraqlı idi. Belə orada şeytan çarxına mindik ki, bunların zaten çoxunu mən videoya qoymuş olacağam. İzləyəcəksiniz, amma danışmaq istəyirəm ki, hansından zövq aldım, hansından yox. Əyləncə adasını bəyəndim. Orada hətta Madobra var idi. Belə getdik orada oturduq ki, biraz da tanış nələrsə yoxlayaq, amma elə də çox bəyənə bilmədik. Elə ondan sonra lokal yeməkləri dadmaq daha yaxşı olardı. Gəlsəz, yəni çox restoranların, kafe shopları yoxdur, elə yerli məkanlarda əyləşib yerli dadları yoxlamaq yaxşı olar. Yəni belə. Məncə ondan sonra dayı çıxdıq, gəldik evə. Zaten çox yorulmuşduq. Əslində belə danışanda getdik, çıxdıq deyirik, amma neçə gün hazırlaşdıq, məsafələr uzaqdır. Get-gəl adamı yorur. Yəni bu cəhətdən nəzərinizdə olsun ki, bir neçə günə gəzməli olsanız, həddən artıq çox yorulur. Ən azından bir həftə yaxşı vaxtdır ki, yağış da olsa, dincəlmək də istəsəz, hamısına vaxtınız çatsın. Sonra mən Naxçıvanın daha quraqlıq, daha belə yaşıllığın heç olmadığını düşünürdüm burayla bağlı. Çünki çox insan elə deyirdi, amma əksinə, yəni rayonlarında çox yaşıllıqlar var. Getdiyimiz yerlərin çoxu yaşıl idi. Dağlıq yerləri çox gözəldir. Yəni hansı bir rayondan rayona keçəndə, deyək ki, Urfadan Ordubada keçəndə xeyli bir saatlıq yol, belə boş düzənlik kimi də təpələr var. Amma o çatanda oralar yaxşıdır ki, zaten məncə belə olmağı normaldır. Hansısa rayondan rayona da keçəndə boş bir yol keçirik də. Hər yerin yaşıllıq olduğunu gözləmək də düzgün deyil. Bir də Qaxda, Zaqatala, Balakən o zonaların yaşıllığını burada gözləmək də düzgün deyil. Hər yerin özünün təbii bir gözəlliyi var da. Burada olan şeylərin çoxu da orada yoxdur. Ona görə əgər ki gözləntiniz full yaşıllıq, meşəlik, belə
bir dincəlmə tərzi deyilsə, Naxçıvandan zövq ala bilərsiniz. Mənim ən əsas zövq aldığım məsələ odur ki, yuxudan oyanmaq üçün heç bir alarm qurmursan, təbiət özü sənə səsləri ilə oyadır. Günəş doğur, heyvanların səsi gəlir, ağaclar, o təbiətin qoxusu ilə yuxudan oyanmaq həddindən artıq çox gözəl idi. Mən bu hiss üçün darıxmışdım. Bəlkə də illərdir bu cür hüzurlu, burada keçirdiyim o həftənin hər günü çox hüzurla yuxudan oyandım. Nə qədər yorğun olsaq da, çox gəzsək də, hər gün elə bil yenilənərək yuxudan oyandım və bu mənə çox gözəl təsir elədi. Bir də ki oyanırsan ki, sən hələ yuxudan təzə ayılmağa başlayırsan, amma burada insanlar artıq həyatlarına başlayıblar. Bağda işlərini görürlər, mal-qarasını aparan kim. Yəni həyat canlıdır da. Bizdə Bakıda zorla yuxuda oyanırıqsa, çünki hələ passivdir, ya maşınların səsi gəlir, stress eləyirsən, amma burada əksinə xoşbəxtlikdir də, təbiətin içində olmaq məncə çox gözəldir. O canlı, real yaşamaq. Bir də hansısa istədiyin bir şeyi bağdan gedib gətirə bilirsən. Onun özü də gözəldir ki, təbii qidalanmaq. İnsan hiss edir ki, yediyi şey təmizdir. Yoxsa Bakıda aldığın şey o qədər də əmin ola bilmirsən, dadı sənə xoş deyil. Mən Bakıya qayıtmaq istəmirəm deyə bu dəqiqə Bakıdayım. Bura ilə Bakının hər şeyini müqayisə edirəm və düşünürəm ki, Bakıda hər şey pisdir. Amma yəni o qədər də deyil. Düzü biraz Bakı üçün də darıxmışam. İlk dəfə yox. Yəni uzun müddət sonra ilk dəfədir ki, Bakıdan bu qədər uzaq qalıram və biraz darıxmışam. Ki, ora qaydanda məni gözləyən işlərə qayıtmaq istəmirəm. O səs-küyə, stressə, tıxaca, onların heç birinə qayıtmaq istəmirəm, amma məcbur həyatdır. Gedib işlərimizi həll eləməliyik ki, növbəti səfərlərə hazırlaşa bilək. Belə, amma bilmirəm, buradan çox xoş təəssüratla ayrılıram. Həddindən artıq çox pozitiv, müsbət, mənə yenilədi, mənə çox yaxşı gəldi. Və izləyən hər kəsə çox təşəkkür edirəm. Instagramda burada yazılan şərhlərin hər birini oxuyuram. Instagramda Naxçıvana nə qədər insan yazdı, videolarım, şəkillərim qarşılarına çıxdıqca ki, onlarla bağlı olan düşüncələrimi də dəyişdirdilər. Ona görə hər birinizə çox təşəkkürlər. İnşallah növbəti vloqlarda, videolarda görüşənədək mənim üçün bu anları çəkmək, paylaşmaq da yaxşı idi ki, bilmirəm, həm özüm üçün bir xatirə yaratdım, həm də ki, sizlər üçün ki, gəlib görmək istəyirsinizsə və yaxud da ki, sadəcə görmək istəyirsinizsə bir fikir olmuş olar. Ümid eləyirəm ki, də kömək dəyər. Belə, növbəti vloqlarda görüşənədək özünüzə yaxşı baxın.